Bugünkü mövzumuz Dehli Sultanlığı. Hələ 4-cü yüzillikdən deyirik ki, Hindistanın şimalı, yəni indiki Pakistan və ona bitişik ərazilər, Cənubi Asiyada türklərin ən çox diqqət etdiyi ərazilərdən biri idi. Hətta biz bilirik ki, Hindistanın şimalı 6-cı əsrin birinci yarısında Axunlar, 10-cu əsrdə isə Qəznəvilər tərəfindən işğal olunmuşdur. Axunların dövründə, yəni 6-cı əsrin birinci yarısında Mihraqul, Qəznəvilərin dövründə isə Mahmud Qəznəvinin dövründə Hindistanın şimal-qərbi işğal olunmuşdur. Elə ona görə deyirik ki, Hindistanın böyük hissəsi, xüsusilə şimalı, 6-cı əsrdə 19-cu yüzilliyin ortalarına qədər türklərin hakimiyyəti altında olmuşdur. Qəznəvilərin hakimiyyətinin varlığına son qoyduqdan sonra Gürlü tayfaları 12-ci əsrin ikinci yarısında Hindistanda hakimiyyət ələ alır. Gürlülər də Qəznəvilər kimi orduda türklərə üstünlük verirdilər. Bəzən türkləri qul bazarından alır, təlim verdikdən sonra orduya cəlb edirdilər. Belə döyüşçülər məmlük və yaxud da qulam adlanırdı. Belə məmlüklərdən biri də Qutbəddin Aybək idi ki, Qutbəddin Aybək doğma türk dillə yanaşı ərəb və fars dillərində gözəl bilirdi. Qutbəddin Aybək həm də Qıpçaq türk idi. Gürlülər dövlətinin varlığına sonuncu hökmdar Məhəmməd bir Hind tərəfindən öldürülür. Gürlülər dövlətinin varlığına son qoyulduqdan sonra Qutbəddin Aybək 1206-cı ildə Dehli Sultanlığının əsasını qoyur. 1206-cı ildə. Yəni Gürlülərin sonuncu hökmdarını türklər öldürmür. Hindli bir tərəfindən öldürüləndən sonra Məhəmməd Gürlü dövlətinin varlığına son qoyulur. Hindistanda bir türk dövləti Dehli Sultanlığının əsası qoyulur. Bu sultanlığı, Dehli Sultanlığı həm də Hindistan Sultanlığı da adlanırdılar. Müxtəlif türk tayfaları, türk sülalələri əvəz olunurdu bir-birinin ardınca. 15-ci yüzillikdə isə hakimiyyəti Əfqan mənşəli sülalə əlinə keçmişdi. Yəni 15-ci əsrə qədər türk mənşəli sülalə idarə edirdi. 15-ci əsrin ortalarından isə Əfqan mənşəli sülalənin əlinə keçmişdi. İlk olaraq hakimiyyətdə olub Məmlüklər sülaləsi 1206-dan 1290-cı ilə qədər hakimiyyətdə olur Məmlüklər. İndiki Pakistan və ona qonşu ərazilərdə türk dilini və İslam dilini yayılmasına xüsusi diqqət yetirir Qutbəddin Aybək. Hətta saray tarixçilərinə türklərin dili, tarixi, adət-ənənələrinə bəhs edən əsərlər yazdırmışdı. Deməli, Qutbəddin Aybək türk dilinə böyük diqqət yetirir. Türk dilini hakim dil etmək üçün çalışır. Saray tarixçilərinə türklərin tarixi ilə bağlı əsər yazdırır və amma deyir ki, Qutbəddin Aybək 1210-cu ildə Çövkən oyunu zamanı atdan yıxılıb və həyatını itirmişdi. Qutbəddin Aybəkin varisi olmadığına görə ondan sonra hakimiyyətə kürəkəni el tutmuş gəlir. 1211-dən 1236-cı ilə qədər hakimiyyətdə olur, el tutmuş. O, Monqol təhlükəsinə qarşı mübarizə aparmışdı. Ölkəyə Monqol yürüşlərinin qarşısını müəyyən qədər alır, Monqol təhlükəsinə qarşı mübarizə aparır. Hətta Monqollara qarşı mübarizə aparan Xarəzmşah Cəlaləddinə öz ərazisində sığınacaq vermişdi. Həm Xarəzmşah Cəlaləddinə, həm də Monqol hücumlarına xilas olmaq istəyən xeyli türk tayfalarını himayə eləmişdi. Bunun dövründə Şimali Hindistanda türk mədəni həyatının davamlılığını təmin eləmişdi. Dövlətin ərazilərini şərqdə genişləndirmişdi. Şərqdə dövlətin ərazilərini daha da genişləndirir. Yəni, şərq istiqamətdə dövlətin ərazilərini genişləndirir. Daha da dövlət sərhədlərini möhkəmləndirmək üçün, mərkəzi hakimiyyəti gücləndirmək üçün iqta sistemi həyata keçirdir. Adına pullar kəsdirir, bir də nizami ordu yaradır. İqta sistemi, adına pullar, bir də nizami ordu yaradır. Elə bundan sonra Abbasi xəlifəsi el tutmuşa sultan titulu verir, onu Hindistan sultanı kimi tanıyır. Elə bu hadisə xanım müstəqil sultan kimi qanununu gücləndirmişdi. Daha sonra, el tutmuşdan sonra hakimiyyətə gəlir Raziyə Sultan. Yəni, el tutmuşun qızı Raziyə Sultan. Türk İslam tarixində ilk qadın hökmdarlardan olmuşdu. Lakin Raziyə Sultanın dövründə ölkədə daxili çəkişmələr artmışdı. Hərbiçilərin köməyi ilə hakimiyyətə gələn isə Qiyasəddin Balaban idi. Hərbiçilərin köməyi ilə 1266-cı ildə Qiyasəddin Balaban gəlir, 1287-ci ilə qədər. Hərbiçilərin köməyi ilə hakimiyyətə gəlir. Ölkədə daxili ixtişaşların qarşısını alır, parçalanmanın qarşısını alır, Hind feodallarına və ölkəyə soxulmuş Monqollara qarşı mübarizə aparır. Deməli, həm
el tutmuş Monqollara qarşı mübarizə aparır, həm də Qiyasəddin Balaban Monqollara qarşı mübarizə aparır. 90-cı ildə Məmlük sülaləsi hakimiyyətdən gedir, hakimiyyətə gəlir Xələcilər sülaləsi. 1290-dan 1320-ci ilə qədər hakimiyyətdə olur Xələcilər sülaləsi. Xələcilər sülaləsinin ən görkəmli nümayəndəsi Əlaləddin Xələc olmuşdu. Amma diqqətli olaq, sülalənin nümayəndəsi olub, sülalənin banisi olmayıb. Əlaləddin Xələc çünki 1296-cı ilə gəlib hakimiyyətə. Sülalə gəlib 1290, Əlaləddin Xələc gəlib 1296. Əlaləddin Xələc ölkəyə soxulmuş Monqolları dəf etməklə yanaşı, cənub istiqamətində fəthlər davam etdirir, dövlətin ərazisini daha da genişləndirmişdi. Deməli, 1290-cı ildə hakimiyyətə gəlir Xələclər sülaləsi, ən görkəmli nümayəndəsi Əlaləddin Xələc olmuşdu. Monqol yürüşlərinin təhlükəsinin qarşısını tamamilə almışdı. Deməli, həm el tutmuş, həm Balaban Monqol təhlükəsinə qarşı mübarizə aparır. Əlaləddin Xələc isə Monqol təhlükəsinin qarşısını tamamilə almışdı. Digərlərindən fərqli olaraq Əlaləddin Xələc öz hakimiyyətini cənub istiqamətində davam etdirir, Hindistanın cənubunda özünə tabe edir. Əlaləddin Xələcin dövründə vergi sistemini nizamlayır, ölkə iqtisadiyyatını sabitləşdirir. Vergi sistemini nizamlayır, ölkə iqtisadiyyatını sabitləşdirir. Diqqətli olaq, hərbi xidmətə görə verilən torpaqları zəmindar adlanan feodalların əlindən alır. Deməli, zəmindar Dehli Sultanlığında insandır. Zəmindar iri feodal deməkdir. Hərbi xidmətə görə verilən torpaqları, yəni zəmindarları feodalların əlindən alır. Onlara pul şəklində maaş verməyə başlayır. Pul şəklində maaş verməyə başlayır. Ölkədə məhsul bolluğu yaratmaq məqsədilə isə zəmindarlardan alınan torpağı kəndlərə icarəyə vermişdi. Deməli, Əlaləddin Xələc Hindistanın cənubunda işğal edir, Monqolların yürüşünün qarşısını bir dəfəlik alır, vergi sistemini nizamlayır, hərbi xidmət müqabilində verilən torpaqları zəmindar adlanan feodalların əlindən alır, onlara pul şəklində maaş verməyə başlayır. Ölkədə məhsul bolluğu yaradır, zəmindarlardan alınan torpaqlar kəndlərə icarəyə verilir. Hətta deyirik ki, biraz da diqqətli olaq, Axunlar varisi Xələclərdir. Yəni, Xələclər Axunların varisi sayılır. 14-cü yüzilin əvvəlləri Hindistanın Dehli Sultanlığının ərazisi xeyli genişlənir, hətta ən güclü dövrü idi. Yəni, bu Xələcin dövründən sonra. Lakin 14-cü əsrin 80-ci illərdən başlayaraq daxili çəkişmələr, Hind əhalinin qiyamları dövləti zəiflədir. Bir çox türk müsəlman feodalları mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırır. Cənubda isə xırda müstəqil Hind dövlətləri yaranmağa başlayır. Yəni, Əlaləddin Xələcin dövründə cənubdan bir hissə işğal olunmuşdu. Cənub hissəni tabe etmişdi. Lakin 80-ci illərdən başlayaraq cənub yenə hindlərin əlinə keçir. Müstəqil Hind feodalları burada dövlət yaratmağa çalışırdılar. Deməli, cənub hindlərin əlində idi. Şimal və mərkəz türklərin əlində idi. Bu zəifləmədən istifadə edən Əmir Teymur 1398-ci ildə, yəni 14-cü əsrin sonlarında Hindistan üzərinə yürüş edir. Dehli Sultanlığında qətl və qarətlər törədir. Bundan sonra bəzi ərazilər Dehli Sultandan ayrılır və müstəqil olur. Dövlət daha da zəifləyir, iqtisadi böhran başlayır. Elə bundan sonra 15-ci əsrin ortalarında hakimiyyət keçir Əfqan mənşəli sülalənin əllərinə. 15-ci yüzün ortalarında Dehli Sultanın ərazisi birinci dəfə kiçilir, müsəlman və Hind feodal arasında mübarizə daha da kəskinləşir. Lakin Hindistan yarımadasının şimalında və mərkəzindəki türklər, cənubda isə Hind racələri ölkəni vahid halda birləşdirə bilmirlər. Daha sonra hakimiyyətə gələcək İbrahim Lodi, 16-cı əsrin əvvəllərində hakimiyyətə gələcək İbrahim Lodi. İbrahim Lodinin hakimiyyəti dövründə Dehli Sultanlığı yenə də ən böyük dövlət olsa da feodal dağınıqlığı dövrünü yaşayırdı. İbrahim Lodi öz hakimiyyəti möhkəmləndirmək üçün iri feodallara və əyyanlara qarşı mübarizə aparır. İri feodallara və əyyanlara qarşı mübarizə aparır. Daha sonra Zahirəddin Babur Hindistana hücum edir. Yəni, əhaliyə qarşı
sərt mübarizə aparırdı, iri feodallara qarşı mübarizə aparırdı deyə əhali kömək üçün, yəni feodallar kömək üçün Zahirəddin Babura müraciət edirlər. Zahirəddin Babur da 1526-cı ildə Panipat döyüşündə Dehli sultanlığı İbrahim Lodini məğlub edir, Dehli sultanlığı süqut etdirir, onun yerində böyük Moğol dövləti yaradır. Böyük Moğol dövləti yaranacaq. Dehli sultanlığının yerində, yəni hələ Panipat döyüşündə Moğol dövləti yox idi. Babur da şah deyildi, Kabul hakimi. Zahirəddin Babur iri feodalların çağırışına gedir. İbrahim Lodini məğlub edir. 1526-cı ildə Panipat döyüşündə Dehli sultanlığının varlığına son qoyduqdan sonra Böyük Moğol dövlətinin əsasını qoyur. İndi baxaq Dehli sultanlığının idarəsinə və inzibati bölgüsünə. Dehli sultanlığının idarəçiliyi özündən əvvəlki türk müsəlman dövlətlərindəki kimi feodal monarxiyası idi. Müsəlmanlar dövlət xalqı, hindlilər isə himayəyə götürülmüş xalq hesab olunurdu. Bəzi hind racələrinə daxili idarəçilikdə müstəqillik verilmişdi. Dövləti sultan idarə edirdi. Mülki və hərbi işləri vəzir rəhbərlik edirdi. Ölkə vilayətlər isə dairələrə bölünürdü. Vilayətləri valilər, dairələri rəislər idarə edirdi. Deməli, Dehli sultanı idarə edirdi sultan, mülki və hərbi işlərə baxırdı vəzir. Ölkə inzibati cəhətdən bölünürdü vilayətlərə və dairələrə. Vilayətləri valilər, dairələri rəislər idarə edirdi. Müsəlmanlarla bağlı məhkəmə işlərini qazılar, hindlilərlə bağlı məhkəmə işlər isə xüsusi dövlət tərəfindən təyin olunmuş şəxslər həyata keçirirdi. Dehli sultanlığında karxana adlanan sənətkarlıq müəssisələrinin də artmasına xüsusi diqqət yetirirlər. Yəni, karxana Dehli sultanlığına aid bir termindir ki, sənətkarlıq müəssisələridir. Dehli sultanlığında mövcud olmuş torpaq mülkiyyət formaları, divan, yəni dövlət torpaqları, xas, iqta, mülk, vəqif, icma. Yadda saxlamağın ən əsas yolu Ərəb xilafətində mövcud olmuş torpaqlar. Divan, yəni dövlət torpaqları, bu torpaqlardan alınan vergilər sultan sarayının saxlanmasına xərclənirdi. Vergilər icma başçısı tərəfindən toplanır, məhsulu sultan xəzinəsinə çatdırmalı olan məmurlar isə onun həcmini və çox vaxt gözəyarı müəyyən edirdilər. Bəzi meşələr və çəmənlər də dövlət mülkiyyəti elan edilmişdi. Xas, bu sultan ailəsinə məxsus torpaqlardır. Bu torpaqları becərən kəndlilər sultan xəzinəsindən maaş alırdılar. Yəni dövlət torpaqları, əsas torpaq mülkiyyətçisi dövlət idi. Xas, sultan ailəsinə məxsus torpaqdır. Bu torpaqları becərən kəndlilər sultan xəzinəsindən maaş alırdılar. İqta, türk mənşəli sərkərdə və məmurlara verilən torpaqlardır. Onların sahibi zəmindar adlanır. Yəni zəmindar iri feodal deməkdir. Sərkərdə və məmurlara torpaq verilirdi. Torpağın sahibi zəmindardır. Torpaq isə iqta idi. Feodalların xüsusi mülkiyyəti olan torpaqlar bilirik ki, mülkdür. Sultan tərəfindən ayrılar. Bu torpaqlardan əldə edilən gəlir məscidlərə, məqbərələrə məxsus olan torpaqlar vəqf idi. Yəni alimlərin, şairlərin ehtiyacın ödənilməsi üçün xərclənirdi. Kənd icmaları məxsus torpaqlar isə icma idi. Deməli, kənd icmaları məxsus torpaqlar icma, məscidlərə, məqbərələrə aid şairlərin, alimlərin himayə edilməsi üçün xərclənən torpaq vəqif, feodalların xüsusi mülkiyyətində olan torpaq mülk, türk mənşəli sərkərdə və məmurlara verilən torpaq iqta, iqtanın sahibi zəmindar adlanırdı. Sultan ailəsinə məxsus torpaqlar xas idi, dövlət torpaqları isə dövlət idi. Deməli, bu dövrdə mövcud olmuş torpaq mülkiyyət formaları dövlət, xas, iqta, mülk, vəqif, icma. Dehli sultanı idarə edirdi sultan, mülki və hərbi işlərə baxırdı vəzir, ölkə inzibati cəhətdən bölünürdü vilayətlərə, dairələrə, vilayətlər idarə edirdi valilər, dairələr idarə edirdi rəislər. Məhkəmə işlərinə baxırdı qazılar. Yəni, müsəlmanlarla bağlı məhkəmə işlərinə qazılar, digər hindlilərlə bağlı məhkəmə işlərini isə dövlət tərəfindən xüsusi olaraq ayrılmış məmurlar həyata keçirirdi.